Koy böyle. Bugün Azerbaycan ordusunun tərkibində adından da belli olduğu kimi xüsusi təyinatlı qüvvələrin peşə bayramıdır və xüsusi təyinatlı qüvvələrin Azərbaycan Respublikasının silahlı qüvvələrin tərkibində təcavüzkar işğalçı Ermənistana qarşı həyata keçirilən ədalətli müharibənin qələbə ilə nəticələnməsində əvəzsiz xidmətləri olmuşdur. Qeyd etmək lazımdır ki, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, dünya miqyaslı siyasi xadim, Azərbaycan adlı şah əsəri müəllifi Heydər Əliyevin xeyir duası ilə yaradılmış və Türk rəhbərimizin siyasətinin ən layiq davamçısı 2003-cü ildən xalqımızın istək və arzularına uyğun olaraq dəstəyi ilə xilaskarlıq missiyasını öz üzərinə götürərək Türk rəhbərimizin siyasətini uğurla həyata keçirən Cənab İlham Əliyevin formalaşdırdığı, qrup yaratdığı, həmişə diqqət mərkəzində olduğu və düşmən üzərində qələbənin əldə edilməsinə yönəldilmiş, hesablanmış xüsusi xidmətlərinin ordumuza, xüsusi təyinatlara göstərdiyi diqqətin nəticəsi olaraq xüsusi təyinatlı qüvvələr və onun tərkibində olan əskər və zabitlərimiz düşmən üzərində qələbənin əldə edilməsində əvəzsiz xidmətlər göstərmişlər. Və xüsusi təyinatlı qüvvələrin komandanlığı Azərbaycan Prezidentinin siyasətinə dəstək verən Hikmət, cənab generalımız Hikmət müəllim bu istiqamətdə Hikmət Mirzəyevin komandanlığı ilə xüsusi təyinatlı qüvvələr 2-ci Qarabağ müharibəsində düşmən üzərində qələbənin əldə edilməsində xüsusi xidmətlər göstərmişdir və ən çətin relyefli olan ərazilərdə, minalanmış ərazilərdə, sonra səngərlərin qurulduğu ərazilərdə, əlçatmaz zirvələrdə, dağlarda, dərələrdə, meşələrdə xüsusi xidmətlər göstərərək düşmən üzərində qələbənin əldə edilməsi üçün çox böyük işlər görmüşlər. Xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət edən snayperçi Cavid Hüseynovun xüsusi xidmətləri olmuşdur. Cavid Hüseynov snayperçi olaraq xüsusi təyinatlı qüvvələrin tərkibində düşmən üzərində qələbənin əldə edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü işlərdə, planlarda böyük tapşırıqlarını şərəf və vicdanla yerinə yetirərək ən yüksək nailiyyətlərə imza atılmasında xidmətləri inkar edilməzdir. İnkar edilməz xidmətlər göstərmiş. Sən demək istəyirəm ki, Cavid Hüseynov hələ müharibə başlamamışdan qabaq təyinatlı qüvvələrin tərkibində hərbi xidmət qrupusu olaraq snayper yarışlarında Belarusiyada və digər respublikalarda keçirilən snayper yarışlarında birinci və ikinci yerə tutmuşdur. Yəni hərbi xidmətçilər sahəsində birinci yerə çıxmışdır və təyinatlı qüvvələrin, xüsusi təyinatlı qüvvələrin tərkibində olaraq onun xidmətləri silahlı qüvvələrimiz Ali Baş Komandanı Prezident Cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilərək bir sıra orden və medallarla tərtib edilmişdir. Və eyni zamanda vətən uğrunda, Füzulinin, Cəbrayılın, Şuşanın azad edilməsi uğrunda ordenləri ilə medalları tərtib edilmişdir və eyni zamanda Azərbaycan bayrağı ordeni ilə tərtib edilmişdir.
Yəni demək istəyirəm ki, Cavid kimi qəhrəman oğulların qəhrəmanlığı 21-ci əsr tariximizdə xüsusi əhəmiyyət kəsb edir. Yəni 21-ci əsrdə Azərbaycan ordusunun, Azərbaycan xalqının dəstəyi ilə və silahlı qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev komandanlıq